Hər vaxtınız xeyir olsun uşaqlar. İndi də sizə reading işləmək, hansı ki ilk dərsdə iştirak eləməyən uşaqlar var qrupda. Reading işləməyin yolunu izah edəcəm ki, yəni xırda detallar var ki, onlara fikir verməlisiniz reading işləyəndə. Deməli, water is essential for life on earth. Yəni su yer kürəsi üçün vacibdir, mühümdür, əhəmiyyətlidir. Essential sözünü bilirsiniz. Sinonimləri nədir? Bunu da bilirik. Deməli, biz bildik ki, söhbət nədən gedir? Sudan gedir. It exists in three main forms of solid, liquid, gas. The continuous movement of water between these forms is known as the water cycle. Deyir ki, suyun üç əsas forması vardır. Bərk, maye və qaz halı və suyun davamlı hərəkəti su dövriyyəsi kimi tanınır. Belə deyək, imtihana əgər girirsinizsə də siz sualları mətnə göz gəzdirirsiniz, əsas hissələrinə baxırsınız. Sunshines on bodies of water, yəni suyun deyir, günəşin suyu isitməsi, sonra çay, okean, göllər, su hövzələrini nəzərdə tutur və bilir ki, vergüllə ayrılan hissələr həmişə nədir? Sadalanmalıdır, ona da diqqət edirsiniz. Sonra digər hissələrində əsas vacib hissələrindən biri də nədir? Qara hərflə veriləndir. Həmişə mətnlərdə işlədiyimiz hissədir. Bilirsiniz ki, sağına soluna baxırsınız. Mətnə əsasən mənasını verməlisiniz. Keçək, necə işləyirik true false-u izah edeyim sizə. Uşaqlar, birincidə deyir ki, the water cycle starts when the sun heats up water and it turns vaporous steam. Biz bilirik ki, true false işləyərkən nə istəyir bizdən? Yəni, burada verilən birinci sualdakı kimi, məsəl üçün, verilən cümlənin mətndə təsdiqini istəyir. Varmı, yoxmu kimi, yəni düzdürmü, yoxsa səhvdürmü? True, doğru, false, yanlış deməkdir. Vaporous steam, bir cümlədə əgər mətnin içərisindəki cümlə ilə oxşarlıq varsa, iki sözdən artıq eynilik varsa da deməli mən onu true götürəcəm. İndi mənə baxın. Water cycle starts, su dövriyyəsi başlayır. The sun heats up water, günəşin suyu isitməsi, buxar və baxın vaporous steam verir. Görürsünüz. İndi gəlin baxaq. Sun shines on bodies of water, bu bir. Water cycle starts 2, bu da nədir? Vaporous steam, bu da 3. Yəni bir cümlə, bir abzas daxilində 3 söz tapdıq, eyni ilə həmin söz. Heç bir inkarlaşdırıcı nə? Not, isn't, hasn't, doesn't kimi ifadə yoxdursa, mən bunu true olaraq götürəcəm. Bunu bilirsiniz işləməyi. Sonra ikinci. When the water reaches, çatmaq deməkdir. The earth, yer kürəsinə su çatdıqda. It follows same path. Həmişə biz mətni işləyəndə diqqətlə fikir verməliyik sifətlərə. Same nə deməkdir? Eyni deməkdir. Və bəzi məhdudlaşdırıcılarımız var uşaqlar. Gəlin o məhdudlaşdırıcıları mən sizin üçün yazım. Siz də özünüz üçün qeyd götürün. Yəni, deyir ki, baxın hansı məhdudlaşdırıcılar. Same yazırsınız, eyni. Sonra, same'dir, just indica, only'dir, rarely, nadir hallarda, barely, lack, az, qıtlıq, çatışmazlıq. Sonra shortage sinonimdir. Bu da azlıq, çatışmazlıq, əksiklik deməkdir. Lack, shortage, less, azlıq, yenə bunlar da. Sonra always verirsiniz. Çox vaxt yox, 50% hallarda bu kimi sözlər varsa sizin mətniniz, daha doğrusu bu true false cümlənizin içində və həmin o cümlə yuxarıda mətnin içərisində verilib, amma bu söz yoxdursa da bunları və yaxud da bunları sinonimlər yoxdursa, siz bunu false kimi götürəcəksiniz. İndi bizə burada deyir ki, gəlin sübutuna yetir. Biz dedik ki, same varsa da bizim mətnimiz, cümləmiz 90% hallarda false-dur. Sübutuna yetək, baxaq. Niyə false-dur? Nəyə əsasən deyirəm bu false-dur? Biz demişik, həm də sifətlərə diqqət etməliyik, düzdürmü? Eyni ilə həmin cümlə mətninizdə verilibdir. Deyir ki, once the water reaches the earth, it follows different paths. Different nədir? Yəqin ki, bilirsiniz. Müxtəlif cığırlarla, yollarla paylanılır. Amma burada same deyir, eyni yolla paylanılır. Deməli, mən bunu false götürəcəm. Okay, deyib, başa düşdünüz. Sonra keçid edirəm. By using water careful and polluting it. Sudan ehtiyatlı istifadə edərək
etmək və onu çekləndirmək verir. Amma eyni ilə həmin cümləniz mətndə yenə də var. By using water wisely, burada careful verib, burada wisely verib. Müdrikcə, ağıllı istifadə etməkdə sudan. Burada da ehtiyatlı deməkdir. Harca nisbi tərcümədir, sinonimlə. And preventing pollution, prevent qarşısını almaqdır. Çirkabın qarşısını alaraq. Burada da deyir ki, polluting it, onu çirkləndirərək. Heç əlaqəsi yoxdur. Yəni, əksini veribdir. Heç arxasını oxumadan mən bunu false götürəcəm uşaqlar. Aydındır. İndi arxasında videonu çəkirəm.